Quran-ı Kərimdən mübarək Al-İmran surəsinin 97-ci ayəsi ilə sözümə başlayıram. Allah Teala buyurur: "Velillahi alen'nasi haccul beyt men istata'a ileyhi sabila." Allah adına, Allah naminə, Allah üçün kimin Allah evi, Kəbəni ziyarət etmə istitaət imkanı, qüdrəti, bu həmi maddi, həm fizioloji baxımdan qüdrət imkan nəzərdə tutulur. Yəni, o məsafəni gedəcəyin müddətcə sənin sağlamlığın da yerində olmalıdır, maddi imkanın da yerində olmalıdır və gedib qayıtdıqdan sonra o məsrəf etdiyin sənin yaşayışın da geri dönüşünə, bir sözlə maddi cəhətdən sıxıntısına səbəb olmamalıdır. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ Allah adına, Allah naminə, Allah üçün insanların boynunda bir fərzdir, vacib bir əməldir ki, Allahın beyti olan Kəbəni ziyarət etsinlər. Amma şərti budur ki, mən istata'a ileyhi səbila. Kimin ona o yolu getməyə maddi və fiziki cəhətdən qüdrəti və imkanı çatırsa. Bir sözlə bu ayədən belə bir nəticə əldə etmək olar ki, həcc imkanı olan hər bir müsəlmana bir fərz əməldir, bir vacib əməldir. Hətta ağır da olsa, hədis-i şərifdə Peyğəmbər sallavatullahdan gəlib ki, əgər kimin maddi və fiziki cəhətdən Allahın evi olan Kəbəni ziyarət etmə imkanı ola və bunun da Rəbbimiz tərəfindən bir fərz vacib olduğunu bilə, tərki də, o ölsə, Yəhudilər, Nəsranilər, Məcusilər kimi dünyasını dəyişər. Yəni, belə zahirdə müsəlman kimi görünə bilər. Çünki İslamın əsas 5 təməl prinsipi var, şərti var, onlardan biri də həcdir.